Klaviatura daxil ediləcək sətirdə yanaşı gələn rəqəm simvollarının əmələ gətirdiyi bütün iki rəqəmli ədədləri müəyyən edib çıxışa verən Python proqramı yazın. Deməli, S yazaq. S bərabər int input. Int input, daha sonra input. Çünki sadəcə sadə bir sətirdir, ədədlər deyil. Yəni içində mətin hərflər də ola bilər, durğu işarəsi və s. ola bilər. İndi bunun daxilində biz bir simvollara baxmaq istəyiriksə və iki dənə simvola birdən baxmaq istəyiriksə, for i in range funksiyasından istifadə edəcəyik. Buradakı i bizdə indekslər olacaq. Sıfırdan başlatmalıyıq indeksləri və uzunluğu boyunca getməlidir. Çünki məsələn 5 dənə simvol varsa, sıfırdan başlayırıq deyə onun sonuncu indeksi 4 olur. Deməli, len s. Deməli, uzunluğu boyunca gedirik və burada bir şərt yazmalıyıq. Məsələn, bura bir nümunə yazaq. A, G, 3, 4, R, 6, 7, 8 və s. İndi biz yoxlamaq istəyiriksə, necə yoxlamalıyıq? Baxın, həmin o i indeksi ilə i indeksindən sonrakını yoxlamalıyıq ki, bu rəqəmdirmi yoxsa yox. Onun üçün if si nəzərə götürülür, si nəzərə alınır. Həmin ədədin rəqəm olmamasını yoxlayırıqsa, biz bilirik ki, Unicode sırası ilə baxırıq da, çünki bunlar simvoldur axı. Bu formada götürmək olar. Sıfırdan böyükdürsə, yəni sıfırdan sonra gəlirsə və 9-dan kiçik bərabərdirsə, deməli bu nədir elə? Bizə rəqəmdir. Eyni anda bir dənə də şərt ödənməlidir burada. O isə budur ki, əgər ki 0 simvolundan böyük bərabərdirsə, si plus 1, yəni ki, bizim baxdığımız ədəddən sonraki rəqəm və 9-dan da kiçik bərabərdirsə, bu zaman deməli, həmin iki dənə simvol bizə nədir? İkilik rəqəm olmuş olur. Baxın, burada biz fikir verirsə, sıfırdan böyük olduğu halı nəzərə aldıq. Bərabər olduğu halı nəzərə almadıq. Nəyə görə? Çünki ədədimiz, ikilik ədədimiz, daha sonra iki rəqəmli ədədimiz sıfırla başlaya bilməz deyə. Baxın formada əvvəlcə si-ni, daha sonra isə si plus 1, yəni ki, növbəti rəqəmin, simvolun rəqəm olmasını yoxlayırıq. Əgər ki, bu doğru olarsa, bu zaman nə edirik? Həmin rəqəmləri yan yana gətiririk, yəni həmin ədədi tapırıq, iki rəqəmli ədədi. Ona bu formada yazmaq olar. Buradan yazarıq məsələn, d bərabərdir si plus si plus 1. Belə yazsaq nə olur? Elə ki, həmin simvol ilə sonraki simvol birləşmiş olur və ən sonda da bizdən bunun çap edilməsini istəyirsə, bəli, çıxışa verin deyir. Nə edəcəm? Print int d yazarım. Tam edələ keçirərəm. Bu formada. Bunu bir dənə böyüdək tam şəkildə görmək üçün. Baxın bu formada. Bunu da silək. İndi, burada bizim bir dənə qüsurumuz var. Onu da düzəltsək, kod tamamilə doğrudur. Əgər ki, biz sonuncu indeksə gəldik deyək, məsələn, AG 34 R 56, məsələn, gəlmişəm sonuncu indeksə. Sonuncu indeksdən sonraki indeksi necə yoxlayacam mən? Baxın, i plus 1 deyir. Və məndə də burada uzunluq nə qədərdir? 7-dir deyə 6-cı indeksi ala bilirəm. 6-cı indeksin üzərində bir gəldə 7-ci indeksi alınır ki, artıq o məndə yoxdur. Bu səbəbdən mən nə edirəm? İndeksləri sondan bir əksiyə qədər baxıram. Mənim burada i-nin ala biləcəyi ən son indeks 5-in indeksi olacaq ki, ondan sonra 6-ını da yoxlayır və bununla da dövrü bitirir.